öz nəqliyyatının nə qədər sayı çoxdursa, işçi, komandalı sayı çoxdursa, ümumiyyətlə orada yorğunçuluq var. Mən sizə inandırım ki, mənim müəyyən dostlarım var ki, qohum-əqrəbələrim var ki, onlar həm tikintidə və ya digər sahələrdə işləyirlər. Mənim onlara bəzən baxıldığımdır ki, bunlar gedirlər, aylarla məzuniyyətdə olurlar, falan olurlar, fəsməkan olurlar. Mən sizə inandırım ki, mən bu 15 ildə bəlkə 2 dəfə məzuniyyətə çıxmışam. Ümumiyyətlə, nəqliyyat sahəsi çox operativlik tələb eləyir, çox riskli məsələdir. Nəyə görə? Çünki burada yük daşımırsan, burada insan daşıyırsan. Və birinci növbədə bu, məsuliyyət. İkinci növbədə burada müştəri məmnuniyyəti var. Düzdür, yoruluram, mən də yoruluram, işçi komandam da yorulur arada. Amma mən bugünkü günü özümü onların qarşısında yorğun kimi göstərsəm, mən öz motivasiyamı aşağı saldığım təqdirdə onların da motivasiyası aşağı düşəcək, onlar da yorulacaq.